200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək? Açıqlama. Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir. Ölkədə TASS xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov 200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcəyi ilə bağlı açıqlama verib. Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almada imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq, o bildirib. Deputatın sözlərinə görə, yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək. Yardımların alınması üçün hara müraciət etməli? İqtisadçının sözlərinə görə, yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq. 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi sualına gəldikdə isə, Vedopta Bayramov qeyd edib ki, 200 manatlıq birdəfəlik maddi yardım, ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.